məşhur sazçalar. Məşhur nağaraçalar. Əla, məşhur klarnetçalar. Bizim verilişimiz məsələ sizin üçün. Bir çox indiki sənətkarlar necə gəlib çıxıbsa, mən də elə gəlmişəm. Bizim rayonda bir musiqi məktəbi var idi. Hə. Onun sonrasına gəldim Bakıya, Bülbül adına məktəb. Bülbül kimdir qaqa? Polad müəllimin papası. Hansı Poladın, Ələmdarın? Yox, bu Polad müəllimi yoxdur, bu Moskvada bu Paşol işləyir. Zat, nədir bu? Pasol. Pasol ki, Kinovda da yaşayırdı, yox. Şimdi yox, yaxşı, sonra başa salarım. Nəsə tanımadım. Demək, sonra Bülbül adına məktəb, sonra Asəf Zeynallı, sonra da konservatoriya. Nə danışırsan sən? Bunların hamısını da oxumusan? Yox, bütün bunların hamısından məni iti qovan kimi qovublar. Sizin üçün.